Kərvandan geri qalır. Kərvan gedir, bu da dəvəsinə minir, getsin, çatsın. Dəvəsinə minir gedəndə birdən bir nəfər oğru quldur qabağını kəsir, deyir, düş dəvədən tez elə. Düşür dəvədən, deyir ki, dəvəm mənimdir. Xurcunuvu bura ver, mənim damız. Paltarlarını soyun. Deyir, dedim, insafın olsun, paltar. Siz mən necə gedim, ayıbdır, buna dəym heç olmasa. Xurcunumda olan pulun yarısını ver, yarısı sənin halal xoşun, yarısını ver mənə, səfərə gedirəm. Dedi, hara gedirsən? Dedi, Allahın evinə gedirəm. Dedi, Allahın evi də var. Dedi, var, Məkkə Allahın evidir. Amma məkan baxımından yox, şərafət baxımından. Yer o qədər şərafətlidir ki, Allaha aid olunur. Başa saldı onu da, oğrudur, çölün quldurudur, onu başa düşmür belə şey. Dedi, yaxşı, getdin Allahın evinə, neyin necəsən orada? Dedim, ibadət edəcəm. Yəni, neyin necəsən? Dedim, da bilməm, nə başa salım buna, deyim, təvaf belə, səy belə. Dedim ki, Allahın sözlərini oxuyacam orada. Dedi, Allahın sözü də var. Dedi, hə. Dedi, oxu mənim üçün görüm. Açdım, deyir, göylərdə sizin ruzunuz var və Allahın vəd elədiyi hər şey var. Allah nə vəd eləsə sizə çatdıracaq, narahat olmayın. Dedi, bu Allahın sözü, dedi, hə. Dedi, bu dəvə sənin, burcun da sənin, paltarın da əynində, mənə də apardı onun evinə. Görüm necədir. Gəlirlər, çatırlar. Deyir, elə oradan getdik, ziyarətdə mən itirdim bunu. İtirdim, çıxdım, gəldim. Qayıtdım Bəsriyə. Gələn il yenə də gəldim, bir ziyarət elədim. Ziyarətimi bitirmişdim. Son təvaf eləyirdim, vida təvafı idi. Nə idi? Gördüm, bir nəfər əlini çiynimə vurur. Çöndüm, baxdım, tanıdım məni. Gördüm, nurani bir mələkuti siması var. Dedim, yox. Bir də oğru vardı keçən il, yolu kəsmişdim mənəm. Həmin oğruyam mən. Dedim, hə, çox gözəl. Bir ildir mən burada sərgərdanam çöllərdə. Sən Allahın evində, qapısında. Bir ildir mən burada hamballıq eləyirəm, yük daşıyıram, günümü, güzaranımı təmin eləyirəm. Allahın evində qaldım mən. Ondan sonra dedi ki, başqa sözü də var sənin Allahın. Dedim ki, bir ildir, başqa sözünü eşitməmişsən. Dedi, yox, hələ o sözdə qalmışam bir ildir. Bir söz məni dəli eləyir. Otur görək, bir sözünü də oxu mənim üçün. Elə davamını oxudum. Allah and içir, Rəbbivə and olsun. O Rəbbivə ki, göylərin və yerin Rəbbidir və o haqdır və onun sözü də haqdır. Necə ki, öz düz sözünüzə əminsiniz ki, mən bu sözü düz dedim, o qədər əmin olun Allahın sözünün haqlığına. Deyib, bunu dedim, yıxıldı yerə. Tez cəmaatı çağırdım, gəlin bunu özünə gətirək. Tərpədəndə gördük ki, yox, canı bədənindən çıxıb, dünyadan köçüb gedir. Deyirlər ki, bu adamların qatili eşqdir. Eşqin qılıncı ilə öldürülən adamlar şəhiddir. Birbaşa Allah canını aldı onun. İki ayə ilə oğru bir quldur övliyəyə çevrilir. Bizə nə qədər ayə oxunub, nə qədər ayə eşidirik. Gərək bu qəlbimizi bir təmənna ilə ki, Allah dəyişsin. Quldur iki ayə ilə övliyəyə çevrilirsə, bizdə də Allah lütf eləyə bilər.